Salam ay Dilbəşir, sənin hər vaxtın xeyir olsun. Salam ay Fərid, xoş gəlmisən. Əvvəlcədən izləyicilərimizi salamlayırıq. Bizi izləmədə qalın. Və keçən səfər pişirmişdik saxsıda quzu boynu. Bugün eləcə saxsıda dana quyruğu pişirəcək. Əziz xanımlar, yenə də irəli oturun, bizi izləyin. Bizi izləmədə qalın, bu gündən dana quyruğu. Əvvəlcə duz, həmişəki kimi. Aha. Sonra dananın quyruğu. Dananın Biraz da quyruğu. soğan. Bax, belə Doğranmış. bax, bu şəkildə. Hə, bu şey, soğanı da xırda olsun. Aha. Sonra dananın quyruğunu düzürük saxsı qabımıza. Belə doğramalı. Belə doğrama, əlbəttə şirəsini Çox xırda lazımdır. Yox. Şirəsini verməlidir. Noxud da pişmiş olduğuna görə biraz üstdən dökürük. Boşaldanda noxud altda qalacaq. Aha. Noxud da hazır. Aynen. Noxudumuz da. Bu da noxud. Sonra suyumuzu dökürük. Su əlavə elədin. Təxminən nə qədər pişəcək? Hardasa bir 4 saata pişəcək. 4 saat. Ay maşallah. Maşallah. Bu xəmirin də öncədəndən hazırlansa qapağını da verin. Ayısın. Belə canım. Həmirləyirik. Aha. Təxminən nə qədər 4 saata hazır. 4 saata hazırda qoyuruq. Dəmirin üstünə, bu öz tamına pişirəcək. Yəqin ki, bu şəkildə çəkiliş eləyəcək. Görəcəksiniz nəticəni inşallah. İnşallah. Hazır da artıq. Hazırdır, hə. Qaba çəkilir. Vay. Bax, o necə qaynayır. Yuxarına vay. O gəl. İçinə. Gətir onu tökürə, onu tökürə. Vay. Onu tökürə, o nətərdir. Vay. Esen küler dayanar, göyler karal uyanar. Esen küler Şirəsinə bax. Quyruq da bu, buna bax. Şirəsinə bax. aşık Nətər şirəsi var. Əlin qolun var olsun. Ay Dilbəşir. Bu işlərin hamısı su Su səsində. səsində Dilbər ustanın yanında. Buyurun, gəlin, gözləyirik. Əlbəttə ki, izləyicilərimizə də salamlar olsun. Bizi izləyib, like eləmək yadınızdan çıxmasın. Çox sağ ol, hadi. Bizə sağ olun.